Yeni çıx, get buradan imkan ver, burada oturaq. Bir dəniz havamızı Deyəndə Səmir, deyəndə qurban olum deyə. Sən eşitmişəm ki, varranmısan da. Əgər varranmısansa, belə qudurub harranmısansa, başa düşür, sənin pulun başından daşıb açır. Sən o puldan biraz ver, Qaqan şeirlər yazır, kitab çıxartmalıdır. Biraz sponsorluq elə də, Qaqan sponsorluq elə. Şeir yazır. Qoy deyim, bu axranlarım da bilsin. Sən o qədər tupoy, o qədər savadsızsan ki, o vaxtı məktəbdə oxuyanda o qədər sinifdə qalmışdın ki, İbtidai sinif müəllimənin əri bir dəfə gəlib girmişdi sinif otağına ki, özü belə də qısqana ki, bu kişi kimdir sənin sinifində oturub, çırpmışdı səni, yadındadır? Yadıma düşür. Sən heç nə saitləri bilirsən, nə samitləri bilirsən, sən nətər olur şeir yazırsan? Mən bilmirəm nə saitləri. Sən bilmirsən. Mənim kimi savadlı adam var, Qaqan saitləri bir sayar sənsin. Gelin masaq elədə qurban olum. Zibilə keçmişik də, say gəlmə. Bax o, lavaşı oxşayan nədir yumuru? Nədir o? O hərfi. Az sonra biri var, diş qrup belə bux kimi, nəydi onları? O İ hərfi. Görsən bilirəm də, qurban olmuşsan, bilirəm. Qaqa sən sponsorluq elə, bu şeiri deyim, kitabı çıxardaq da, nə olar, qurban olmuşsan. Yaxşı, gəl gedək görüm nə yazmışsan, baş beyimi apardı yenə. Gedək, gün təfəvə vurur səni. Gördüm axı. Hay atondan sən. Yazıq. Piyanda görürəm ki, deyəm mənim gözümə görsün. De bu hara gedir ki? Alınmır, de qardaş, nəyə haram pul düşmür. Nəyə haram heşkat düşmür. Gözümlə görürəm, sonra tapır. Zopat türküsü. Nədir o? Mən oradan səhərdən yolun ortasında baxıram ki, daldan məni güdürsən sənə. Mən bir dəqiqə 53 çək şoşu, bir dəqiqə 53 çək qurban olum, 53 çək söz deyəm. Şoşu, mən kasıb adamam, mən yazıq adamam, yetimçi adamam. Mən burada 5-10 manat xeyrim var ki, güdürəm də. Sən inansan ki, ya şoşu, bu qış girəndən mən bir dənə xəssəm olmayıb. Axırıncı dəfə bir dənə turist kişi gəlmişdi ki, mən arvad elə, əməliyyat elə. Elədim, dedim pul ver, dedi gedim 5-10 manat qazanım, gətirim verim. O gedən getdi və mən nağarım, xeyrim var da mən burada. Düşüstik. Səhərdəndən mən baxıram kimsə dalımdan düşübdür. Sən demə o sən imişsən, sən pul qazanmağa düşmüsən, yoxsa məni güdürsən. Qulağa şoşi, mən Şirin dedi ki, Şirin. Şoşin yerin dinən sən 5-dən ondan hörmət edin. Şirin? Şirin dedi və mən kefimdən eləmirəm ki. Nədir o? Şirin sana nə qədər pul verirsə, madənən onu çıxardım verim sənə düşmə mənim dalımdan. Yox, ayıb olar. Mən sənə pul desəm ayıb olar, mənim canım. Gör nə deyirəm. Mən sənlə tonlarla çörək yemişəm. Qapqara boyda tavada belə ilan balığı yemişəm sənlə. Sənlə o vaxtı yadındadır, nə qədər zadlar eləmişik. Hasan ol ver bunlar. O vaxtı da o vaxtı. Mən sənə pul deyəmərəm. 5-dən ondan. De qoysan qoy. Baxan da görürəm nəmə cavab. Ala 2 manat verir. Bir də qoy, bir də qoy. Sən bir də mənim dalımdan düşsən, ağzını krokadilin ağzı kimi çizirəcəm. Başa düşdü nə? Narahat olma. Geriyə dön. Döndüm. İrəli attım la, marş. Divana girdim bu yana. Yox, öpürəm, narahat olma. Narahat olma, min dənəkət. Ana Ağsaqqal, ana sən mənə inanmırsan, hə? Ana sən mənim söhbətlərimə inanmırsan. Ay qardaş, biz söhbət eləmədik ki, mən sana 10 min verəcəyəm. Sən də mənə şoşunun yerini deyirsən. Mən sana inanmıram qardaşım. Gedək şoşunun yerini, məkanını mənə göstər. Gedək mən gözümlə şoşunu görüm, baxım bu hardadır, nə eləmir. Qardaşım, sağ dilimdən çıxardım sənin 10 minini vereyim. Sol dilimdən çıxardım şoşunu yortum bıçaqla. Arxa cibimdən də çıxardım telefonu, sən gelin polisə ki, adam vurmuşam, gəlin mən aparım. Çox yaxşı, amma mən sənə inanmıram, Ay Şirin, inanmıram. Çünki sənin cibindən heç 10 min iyi gəlmir. Nəsə görsənmir ki, sənin cibində pul olsun. Ayıb dara, Ağsaqqalala, sən Şirinin qızıldan ağır sözlərinə inanmırsan. Alay, bir dənə tərəzi gətir, tərəzi. Mənim sözlərimi qoy bir tərəfə, qızılları qoy bir tərəfə. Gör hansı ağır gəlir. İnanmıram, Ay Şirin, sənin cibində pul yoxdur. Görsən bıraxın, görsən. Yox. Əlimi sal cibimə bax. Yox, sən şir şeysən, zarafatın zaten yerin bilmirsən, ağzıma gələn zarafat eləyərsən, biavralarım, istəmirəm. Gəl gedək, problem yoxdur, sən deyən olsun. Gedək şeşinin yerini göstərim, yerində mənim 10 min misal nə istənirlər, şeşi sən niyə olsun, hə? Allah beş, mən sana nə deyirəm, gedək göstər də. Gedək göstər mənə.
Şəhm müəllim, sizə qurban olaram. Siz gözəl insansınız. Mən istəyərəm ki, siz heç vaxt ölməyəsiniz. Mənim bütün var dövlətim sizə qurbandır. Qurban olaram sizə. Kömək eləyin, xahiş edirəm. Bu kitabı çıxardım, bu şeirlərimi çıxardım, qurban olun. Bir şeirdə sizin haqqınızda yazdım. Yaxşı, fəlakət. Az şirinlik elə, Sizə qurban olam. Bu mənim daxilimdir, başa düşürsünüz? Sizə qurban olaram. Nətər adam da. Tamam. Gönə deyirəm. Bu restoran müdiriyyətini tapşırmısan, bura klientsat buraxmasın. Bəli. Ha? Dedim mi Şəhm müəllim tək yemək istəyir. Все, все нормально? Dediyimiz kimi tapşırıq. Gəl. Şəhm görüm sizə şeirini. qurban olaram. Ola şeir deyim. De. Hə, qurban olaram. Ola bu işte bunu qoyacağam. Qoy. Şəhm müəllim, deməli bir dənə şeir yazmış ha. Sizə qurban olaram. Şeirin adı belədir. Ana qarğı. Ana qarğı nə də belə şeir olar. Elə bir şeiri bu təbiət sevən adamlara həsr eləmişəm də. Bu ovçular zad yoxdur. Hə. Onlara həsr eləmişəm də. Nə deyəs oxu görüm. Deyim də qurban olum sən. Sən bağışla. Biraz həyəcanlıyam. Hə, oxu. Ana qarğa. Hə, mikrofon batacaqsınız. Ana qarğa. Bir gün çağır övladını yanına, denən ki, ay oğul, düşün məni. Gecə çəyirə çatana qədər düşün məni. Yumurtadan çıxana qədər düşün məni. Lap səni doğana qədər düşün məni. Ana qarğa. Ana qarğa. Allah uzun ömür can sağlığı versin. Nə tərif qurban olsun. Sən eşitsən mən. Bilirsən ki, gələn şeylərdə oğul anasına cavab versin. Başa düşün belə şeylər. Belə şeir olar, fəlakət. Yaxşıdır, pisdir, mən bilim də, qurban olsun. Pisdir, bərbaddır. Doğrudan deyirsən. Hadi yazmasan şeiri. Ay Onda fəlakət. Şəhm müəllim, bir dənə də şeir yazmışam, qurban olum. Bəlkə onu deyim. Bir dənə də şeir var, adım belə qoymuşam. Hürmək istəyirəm mən. Hadi deyən görüm sən mən canım. Niyə? Qurban olum, bir dənə bu kitabı çıxardaq da, nə olar? Yes, bax görüm. Yaxşı sürüşdür də. Süpürcəklə. Süpürcəklə sonra. Alo. Hə, şöşü. Ya burada oturmuşam, bitkə yemək yeyirəm. Ne istədin, saçqa çörək. Hə. Gəl də, gəl bura, buradayım. Fəlakət də buradadır, axıranlar. Hamısı burada. Davay. Şəhm müəllim, qurban olum, bir kupletdə bundan deyim. rahat yemək Deyir ki, yeyim. Range Rover'in pəncərəsindən başımı çıxardıb hürmək istəyirəm mən. Bu deyim də, qurban olum, nə olar, ne şeir yazmışam. Gəlay sürün. Ne olur bana. Şimdi bak, şaşı burada oturup bu restoranda. Git şaşının yerin sana deyirəm, halalın olsun. Ne istiyorsan elə, şaşı sənlikdir, sen vur, sen yort. Davay, 10.000 mi ver, 10.000 mi? Söhbəti bağlayaq, 10.000. Saqqal, sən necə adamsan ha? Ne olur bana bu siqanlar kimi, dilənçi kimi düşmüsən mənim dalımca, ha? Ne yapışımsan məndən? Sana dedim ki, kəlmə də bura. Mən şaşını vuracağım, özümlə girəcəm içəri. Mən içəri girəndən sonra pul mənim neyimə lazımdır. Verirəm sənə də, özü oradan hə. Bütün şəraitim var. Bu yemək işlə mən baxıram axı orada. Kartof, soğan soyuram özüm üçün. İkisinə atıram dala, axşama saxlayıram özüm üçün. Kartoflardan saxlayıram, hə. Paltar işi mənliydi. Paltarlar tökülür qabağıma. Yaxalayıram o yan bu yan, 2 dənə mayka, 3 dənə bundan. Qoyuram cibimə, gizlədirəm. Görəndə deyəndə, deyəcəm, ala pişik indi getdi. Mənli deyil. Sən də danışığında bir texnik güzel işlər elə. Başa düşdün mü? Ala tutulkadan sonra belə şeyler olur məndə. Ay, gedirəm ha. Xarab oldu, bu xarab oldu. Ay, bunlar plasmasa zada da ekonomik eləmirlər, bu qalında turbam olaraq. Ay, salam Məlik Şamil. Ay, nə olub, ay, deyirsiz tərəfdə kişi zəlzələ olub, binazat sirkələri falan. Nə zəlzələ, ay şoşun, nə zəlzələ, ay kişi. Ay, bu evi təzə remont eləməmişdin. Hə. Ay, su turbası partlayıb, qonşular elə bilib ki, zəlzələdə bütün məhlə düşüb sonra bütün binanı su basır. Oy, ay, sən mağulaq asmadın da, sən ev remont eləyəndə Şamil, sağ dedim ki, ay kişi, metak turbalarından istifadə elə, metak. Nə metak şoşu, hamısı eyni şeydir. Ay, eyni şeydir, ay kişi, mən bunu reklam eləmirəm, bu metak turbası. Ay, nə çatlayır, nə qırılır. Ay kişi, üstündən kamaz maşını belə keçir, heç nə də olmur. Alman texnologiyasıyla istehsal olunur. 50 ildə zamanət verilir, 50 il. Yəni ücə keçibsən metakda reklam şöbəsinə, hə şöşü? Ay Şəmi, bəsdir görək. Ay, bu metak reklam deyil, mən sana sözün düzünü deyirəm Şəmi. Bu metak turbası. Ay, bir dəqiqə deyən görüm ay kişi. Ay, sən mənim üst qonşum deyilsən Əhməd. Eyni binada yaşamırıq. Ay, mənim deyil su basır. Bəs nə? Mən qaçdım. Sponsor Metak.
Ay qılmaz. Nədir o? Ona buna ağız açıb minnətli düşüncə. Bəli. Gəl sənə Spark yaşayış kompleksindən ev verək. Hissə ödə də. Ora-bura niyə gedirsən? Bax, gör nə deyirəm. Nədir o? 2 mərtəbəli yeraltı qarajı, gözəllik salonları, mağazaları, spası, fitnesi, uşaq bağçası, hər bir şəraiti var özdə şəhərin mərkəzində. Gir yaşa, hissə də ödə də. Nə yaxşı Ayşəmin, nə yaxşı. Belə çıxmasın, belə itə qurda ağızda sana kimi. Gəlib Spark İnşaatdan xahiş edirəm. Daxili kreditlə nə öy verərlər? Həbs ödə. Aylıq alıq oraya ödəyərlər. Vəssalam da. İndi intihası sən mənə ehtiyatdan 200-300 verə bilərsən. 200-300-ü neyinirsən? Öyün şirinliyi də, şirinliyi. Hə, bir evi al, qutarı Aldım da, elə bir şey aldım. Ala qılman, ala. Sağ ol Ayşəm İslam, sağ ol. Allah, mübarəkdir. Çox sağ ol. Gəl. Nəndə öyüm olacaq Spark İnşaatda. Ayşəmin. Ayşəm bir dəqiqə gözlə də, buyur. Nədir? Nədir görün bu sənət məsələlərinə görə kimlə əlaqə saxlayır? Yaz ora. Dinə. 051 51 403 Aha. 0101. Aha. Çox xeyirli olsun. Öpürəm. Alo. Bu iPhone X-in də bir dəqiqə bu sönməyi olmayacaq. Sponsor Spark İnşaat. Toyun mübarək, deyirəm ay gəlin, Qalay Qılıca. toyun mübarək. Buyur. Bir ala şirin bir saatdır sən mənim maşınımı yuvub tutarmamsan, toya gecikirəm mən. Quzma olaram sana. Görürsən ki, dincələm özüm üçün. Semiska istəyirəm. Ala semiska vaxtıdır və mən bəy gözləyir, gəlin gözləyir, qaynana gözləyir, qaynata gözləyir, gecikirəm axı mən. Ala 2 dəqiqə yuyub verəcəm də, bilmirsən mən cin kimi oxanam. Bir dənə buna bax, mən bunu qoyum necə maşın yuyum. Bir dənə bunun dadına bax, krastalardan gəlir. Cin. Buyur, ala maşallah, 1 kilodur bu. Ala bu semiska yeganə semiskadır ki, Hə. 350 qramlığı da var. Doğru mu sən? Oradan gəlir də bu krastalardan. Bir damcı nəyə verərsən Bir onu? dənə bunun dadına bax. Buyur, nə yaxşı, deyək. Başladın, qardaş, dayanmırsan. Cin tumları deyən, buyur dada var, tama var. Deyən, nə Nə var? maşın, nə bir şey. Biraz ondan bir ver, biraz ondan ver. Hala toya getmirəm. Ay, Pulum sağ- qalır cibimdə. O attığım 35 manat yoxdur. O da tumarlam şəhərə kimi tutuyum. Bəs bunu daha dincəlməyə Bax, deyil. hala Bizdə cin. dincəlməli yox. Sponsor Cin Tumları. Yine xəstələndim. İt burnu, mürəbbə zağallı çay. Şiriniyat alsaydı. Asakal. Buyur, nəsəsən? Xəstələnmişsən, hə? Bir balaca xəstələnmişəm fəlakət. Özümü çox pis hiss edirəm. Sağ əlim sənin başına. Hə, yox, xəstələnmişsən. Narahat olma, qaqa. Sən yanağa gör nə qədər Çokotayım şokoladlar alıb gətirib. Buna bax. Ay, fəlakət başın xarabdır. Özün də bilirsən xəstə yanına gəlirsən. Meyvədən zaddan alardım. Bu nədir çokotayım? Əsakka, bu meyvəlisi də var da, bananlısı var, portaqallısı var, hələ bunun südlüləri də var. Hara baxsan bundan yeyirlər, xəbərin yoxdur. Ala, gör qaqan tay nə alıb, buna, ala, aspirin dadına bax. Sağ ol, ay fəlakət. Sən də sağ ol. Bananlı meyvəli, eybi yox fəlakət. Bax sənin bu hərəkətinə görə sən də xəstələnəndə mən də sənin yanına çokotayımla gələcəm. Hə, eşidirsən? Doğrudan alaqsan? Hə, əlbəttə alacam. Çokotayım alıb gələcəm yanına. Ala, dadına bax. Onda eşidirsən, Əsakka. Bu yox, sabah yox. Ondan bir gün sonra saat 2-nin yarısı xəstələnəcəm. Yaxşı, bundan alıb gələrsən yanıma, oldu? Elə zakarla xəstələnmək olur. Mən də elədi də, mən də elədi. Yaxşı da adam var. Çox sağ Əlam, ol. Ay əlam. fəlakət, çox sağ ol. Ala buna bax hələ, bu ondan dartırır. Bu bananladır, bax, bananlı. Şokotayım. Mənim sizi bura yığmaqda məqsədim odur ki, biz mehriban olmalıyıq. Bizim aramızda bu cür söz-söhbətlər olmamalıdır. Mən çox fikirləşdim, çox düşündüm. Şoşu qardaşım, nə qədər qaçsa da, nə qədər gizlənsə də bu məsələnin axırı yoxdur. Siz barışmalısınız. Ay Şirin, siz dost olmalısınız. Qıraqdan cahamat baxır. Ana nə cəmaat? Nə cəmaat ana? Ne olur ay kişi, ay. Ana heç də putulkadan sonra belə şeylər məndə. Ay bir sit down. Sit down. Yani otur. Bir little yeri bir yeri bil. Ay Şirin, Ayşəmi. bu məsələni həll eləməliyik. Vəssalam. Eşidirsən? Ota aşağı. Qurban olum. Qoy bir ağsaqqal kimi bir məsləhət verirəm. Görürəm qanqaraçılıqdır burada. Bir dənə anekdot danışacağım, öləsiz gülməkdən. Danışın, qurban olum. Danışın, qulaq asın. Deməli,
vertolyotda bir dənə Azərbaycanlı, bir dənə Rus, bir dənə Afrikalı uçurlar. İstirahətə gedirlər, başa düşdün hə? Hələ gülməli deyil də, qulaq asın hə? Deməli bunlar uçurlar. Uçanda vertolyot daşa dağa dəyir yuxarıda, düşür aşağı pərəm-pərəm olur, partlayır. İçində hamısı ölür, qırıq-qırıq, birinin əli qırılır, tökülür, birinin gözü çıxır, başa düşdün? Nə təhər olursa, bu Azərbaycanı yoxdur, Azərbaycanı sağ qalır. Hə. Bir dənə balaca uşaq sağ qalır da, başa düşdün? Balaca uşaq sağ qalır. Bunlar 2 gün, 3 gün gözləyirlər ki, indi gəlib bizi xilas eləyəcəklər də, başa düşdün? 2 gün, 3 gün heç kim gəlib xilas eləmir. Bu 1 yaşındakı uşaq qayıdır ki, əmi qurban olun, mən soyuqdan ölürəm, mən nətər olacaq bunun axırı? Bu kişi də baxır ki, balaca uşaq da, 1 yaşında heç danışamır da, başa düşdün? Nətər olacaq? Götürür bu vertolyotun benzini tökür üstünə, özün yandırır ki, uşaq qızışsın. Uşaq da qızışır da, indi adamın Allah'a var, uşaq qızışır. Bunun üstündən yuxarıda tutan samolyot görür, gəlir uşaq xilas eləyir, onu şölür. Darıxma. Bildim de, darıxma. Yavaş, darıxma. Ay Səfil, nəyə gülmədi ki, bu dərddir bu. Qoy, gülməlik də, vertolyotda uşaq var, uşaq hardan çıxdı. Nətər danışmır? Deyən ala, yanında la. Mənə bax, Şoşi, fəlakət əhvalatı danışdı, qulaq astıq, açığı kişi yadıma düşdü, rəhmətli yatan. Allah rəhmət eləsin. Kişi də vertolyotda olur. Ara gizləmə la. Kişi həmişə mənə deyərdi ki, Şirin oğlum, bu həyatda kim sənə pislik eləyir, sən ona yaxşılıq elə gəl. Allah sənin atana rəhmət eləsin. Qəni, qəbrin nuruna qoy. Kişi mənə deyir ki, bu yumru dünyada sən düz heç nə tapmayacaqsan. Düz deyir. Hamısı səhv dəyiridir bu həyat. Kim sənə vurdu, kim sənə pislik eləyir, onu bağışla. Ay sağ ol. Şoşi, mən də səni bağışlayıram, qardeş. Çox gözəl. Amma sən mənə vurmursan ha, mən bağışlayıram səni. Çox yaxşı. Amma bir şərtlə, bir mafal ver. Bibi qızının yanında mən səni görməyim. Bu şərtlə. Görməyim də, şurada. Əgər belə barışıq oldusa, indi hamı bir-birin başa düşdüsə, dırdız, öpüşdünüz, yaxşı bir-birin mehribanlaşdınız, mənim də 10.000 bir şirin versin, mən çıxım gedim, hər öz işinə məşğul olsun. 10.000, davay da şirin. Allah deyən, Allah nə 10.000, Allah nə 10.000? Məndə 10.000 var. Biz mən sənə necə söhbət edelim? Ağsaqqal, sən hələ köhnə işindən əl çəkməmsən hə? Şirinə mənim yerini sən demisən, puşistik. Kişi sənə adamın uluğum olar hə? Puşistik, o nə söz deməlidir sən? Şəmsər paşa düşmüsən, mənə elə sözlər demə. Mən başqa cür danışmışdım Şirinlə. Yox, Ağsaqqal, bilirəm, necə danışmışdıq, amma mən sənə dedim ki, mən Şoşunu vuracam, o yıxılacaq, pulu onun cibindən götürüb verəcəm. Yoxdur 10.000'im. Onda da vay, şaşır, Yox şimdi da. elime attın be, 10.000 bir çıkart ver bana. Eğer pul yoksa beni başına bırakıya getiririm sana Şirin. Ala Ağsaqqal, sən neynədin ala? Eyni yerdən eyni uldar. Tutdu, Ağsaqqal səni tapacağım. Bəlkə bir anekdot danışım, anekdot. Nə anekdot, ölür bir dənə də. Ala tutdu. Sen söyle kimsen, ya bizdensen, ya her kimsen, herkes gelsin, fikrim bildirsin, dostum dindirsin, bozbaşın tadını bilsin. Şəmi şaşı bizniz açır, ziyan gelir, hayır kaçır, felaketin emelinden gelin görək kim baş açır. Xəstə gelir, həkim bilir, bilmir əlac olsa qeyib, duman bizi tutturacaq, qaymarita raktı deyib. Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın, varsa məsləhətli gözəl, ağsaqqala çalışdırın. Diqqətli ol, adı Şirin, bilənidir Vornemirin, şutqa mutqa heç hoşlamır, vilkaladı o gün birin.